Suraxanıda rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirilib. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev martın 12-sində 118 sayılı tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək hər kəsi qarşıdan gələn xalqımızın milli adət-ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə təbrik edib. O, ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verib. Adil Əliyev qeyd edib ki, Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və artıq qalib dövlət olması ölkəmizə olan müsbət maraqları artırıb. Rayon icra hakimiyyəti başçısı əminliklə vurğulayıb ki, dövlət başçımızın rəhbərliyi ilə əldə olunan bütün nailiyyətlər ölkəmizin gələcək rifahı naminə atılacaq böyük addımlar üçün yol açacaqdır. Sakinləri dinləyən rayon icra hakimiyyəti başçısı Adil Əliyev məsələlərin qısa zamanda qanuna müvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll edilməsi üçün qeydiyyata alınıb. Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident Cənab İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.